Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Aytaş Həsənova. Həndəsən əsas anlayışları mövzusunun qayda izahına baxarıq. İzaha keçməzdən qabaq bildirmək istəyirəm ki, 20 avqustdan 9 və 11-ci siniflər üçün yeni dərslərimiz başlayır. Yeni qruplarla dərslərimiz başlayır. Digər siniflər üçün isə 1 sentyabrdan dərslər başlayır. Dərslərə qeydiyyatdan keçmək üçün və ətraflı məlumat almaq üçün qeyd olunan bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq qayda izahına. Həndəsən əsas anlayışlarının həm qayda izahı olacaq, həm də DİM test toplusundan və güvəndən seçilmiş bəzi maraqlı testlərin izahları olacaq. Həm ara-ara izahlar olacaq, həm də sonda test izahları olacaq. Diqqətlə dinləyib qeydlərinizi aparsaz, mövzunu tam öyrənmiş olarsınız və testlər işləyəndə artıq çox da problem yaşamazsınız. Başlayaq izaha. Əvvəlcə əsas anlayışlar haqqında danışaq. Deməli, nöqtə. Nöqtə əsas anlayış olduğu üçün tərif verilmir. Amma nöqtə haqqında bunu deyə bilərik ki, nöqtə heç bir ölçüsü olmayan fiqurdur və əlifbanın böyük hərfləri ilə işarə olunur. Məsələn, A nöqtəsi, baxın, bu formada işarə olunur. B nöqtəsi olsun, bu formada işarə olunur və s. İndi düz xətt haqqında danışaq. Düz xətt yenə əsas anlayış olduğu üçün tam bir tərif verilmir. Amma bunu deyə bilərik ki, düz xəttin yalnız uzunluğu var, eni və qalınlığı yoxdur. Düz xətt hər iki tərəfdən sonsuz uzanır. Məsələn, bir düz xətt quraq bu formada. Hər iki tərəfdən nöqtələr qoyuruq. Yəni ki, hər iki tərəfə sonsuz uzana bilir. Məsələn, adlandıraq A düz xətdir və yaxud da başqa bir düz xətt olsun bu formada. Yenə hər iki tərəfə sonsuz uzanır. Olsun, bu da B düz xətdir. Baxın, bu formada. İndi müstəvi haqqında danışaq. Müstəvi də yenə əsas anlayışdır, tərif verilməsə də deyə bilərik ki, müstəvi qalınlığı olmayan, düz hamar və bütün tərəflərə sonsuz uzanan fiqurdur. Yəni, sonsuz bir səthdir müstəvi və müstəvilər müxtəlif formada işarə oluna bilər. Məsələn, tutaq ki, belə bir müstəvi olsun. Məsələn, bunu adlandıraq beta müstəvisi. Hər iki tərəfə sonsuz uzanır bu formada və bu oxları qoyurlar ki, bu onu göstərir ki, hər tərəfə sonsuz uzadıla bilər. Sonsuz bir səthdir. Və yaxud da müstəvini biz, baxın, bu formada da göstərə bilərik. Məsələn, olsun, bu da alfa müstəvisi. Yenə hər tərəfə oxlar qoyurlar ki, hər tərəfə sonsuz uzana bilər. İndi isə danışaq şüa haqqında. Şüaya artıq tərif verilir. Belə bir tərif verilir ki, bir tərəfdən məhdud olan düz xətt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Və baxın necə işarə olunur. Baxın, məsələn, bu A şüası hesab olunur. Baxın, bir tərəfdən bağlıdır, digər tərəfdən nöqtələr qoyulur ki, yəni digər tərəfə istənilən qədər uzadıla bilər. Və yaxud da başqa bir formada işarə etsək, məsələn, baxın, bu olsun AB şüası artıq. Buna deyirik ki, AB şüası. Məsələn, bunun tərsini oxuya bilməzsən artıq. BA şüası deyə bilməzsən, çünki bu tərəfdən bağlıdır. Bir də, məsələn, belə bir qaydamız var ki, əgər düz xətt üzərində n sayda nöqtə varsa, düz xətt üzərində n sayda nöqtə varsa, şüaların sayı 2n olur. Amma şüanın üzərində n sayda nöqtə varsa, elə şüaların sayı n sayda olmuş olur. Çünki düz xətt hər iki tərəfdən açıqdır. O tərəfə də, bu tərəfə də bir nöqtədən 2 dənə şüa kimi adlandıra bilərik. Amma şüa bir tərəfdən bağlı olduğu üçün yalnız bir istiqamətdə bir şüa əməl gəlir hər nöqtədən. Ona görə də n sayda nöqtə varsa şüa üzərində, n sayda da şüa əməl gəlir. Amma düz xətt üzərində n sayda nöqtə varsa 2n sayda şüa əmələ gəlir orada. Və bir maraqlı belə bir sual var şüa ilə bağlı. Deyirlər ki, bir nöqtədən çıxan 8 şüa neçə bucaq əməl gətirir?
Bu zaman baxın, bu düsturdan istifadə olunur. N vurulsun, N çıx 1 böl 2 düsturuna istifadə olunur. Burada indi 8 şua demişdisə, N'in yerinə 8 yazırıq. 8 vurulsun, 8 çıxılsın 1, 7 eləmiş oldu. Bölünsün 2. Bu da bərabərdir. İxtisarlar gedir burada. 4 dəfə 7, 28. Deməli, B variantı eləmiş oldu formada. İndi parça haqqında danışaq. Parça artıq hər iki tərəfdən məhdud olan düz xətt hissəsinə parça deyilir. Baxın, necə göstərir. Baxın, artıq məsələn buna deyək ki, AB parçası hər iki tərəfdən artıq bağlıdır. Və bizdə belə bir qayda var ki, düz xətt üzərində n sayda nöqtə varsa, artıq parçaların sayı n vurulsun, n çıx 1 böl 2 olur. Yadda saxlayın, düz xətt üzərində n sayda nöqtə varsa, parçaların sayı n vurulsun, n çıx 1 böl 2 düsturu vasitəsilə tapılır. Parça ilə bağlı belə bir sual var. Dim test toplusundan götürdüyüm sualdır. Deyir, AC parçası SB-dən 20% böyükdür. Məsələn, belə deyək də, tutaq ki, SB-yə 1x desəm, artıq AC-yə %120x deyərəm. Çünki SB artıq 20% böyükdürsə, %120x eləmiş olur. Və burada SB-ni bizə veriblər 25. Baxın, SB bərabərdir 25 veriblər. AB-ni istəyirlər. AB-ni tapmaq üçün AC ilə SB-ni toplamalıyam. İndi məndə SB var. AC-ni tapmaq üçün də AC bərabərdir. %120x-idir. X-in yerinə artıq SB-x götürmüşdü. 25 yazırıq. Burada da bəzi ixtisarlar getsə, bundan bu ixtisar gedir 4 qalır. 124-ə bölsə 30 qalır. AC 30 eləmiş olur. Amma məndən AB-ni istəyir. AB də bərabərdir 30 plus 25, yəni AC ilə SB-nin cəmi. Bu da alınır 55 santimetr, yəni C variantı eləmiş oldu. İndi isə bucaq və növləri haqqında danışaq. Əvvəlcə bucağın tərifini desək, deməli tərif belədir ki, nöqtə və bu nöqtədən çıxan iki müxtəlif şuadan ibarət olan fiqura bucaq deyilir. Bucağın növləri var. İti bucaq haqqında əvvəl danışaq. İti bucaq, baxın, məsələn, bu formada işarə olunur. Məsələn, buna bir alfa desək. İti bucaq artıq 0 ilə 90 dərəcə arasında qiymətlər alır. 0 dərəcə ilə 90 dərəcə arasında. Düz bucaq haqqında danışsaq, düz bucaq artıq bu formada işarə olunur və düz bucaq artıq sırf 90 dərəcə olur. Alfa bərabərdir 90 dərəcə kimi işarə edə bilərik. Sonra kör bucaq. Kör bucaq isə baxın, belə işarə olunur. Bu formada. Buna bir alfa desə, artıq kör bucaq 90 dərəcə ilə 180 dərəcə arasında olan qiymətləri ala bilər. Açıq bucaq haqqında danışaq. Açıq bucaq sırf 180 dərəcə olur. Baxın, belə işarə olunur. 180 dərəcə açıq bucaq olur. Sonra tam bucaq haqqında danışaq. Tam bucaq isə, baxın, necə işarə olunur? Biz burada nöqtə qoyaq. Bu formada işarə olunur və tam bucaq 360 dərəcə olmuş olur. Bir də danışaq tənbölən haqqında. Tənbölən artıq bucağı yarıya bölür. Məsələn, bir bucaq quraq burada, bu formada. Əgər bu bucağın tənböləni varsa, bu tənböləndirsə, artıq bax buraya bərabər olur. Bura alfa yazsaq, burada alfa yazmış olarıq bu formada. İndi isə qonşu bucaqlar haqqında danışaq. Deməli, bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarımdüz xəttlər olan iki bucaq, qonşu bucaqlar adlanır. Məsələn, baxın, necə işarə edərik qonşu bucaqları. Baxın, bu formada. Bir tərəfi ortaq olur, digər tərəfləri tamamlayıcı düz xəttlər olan
bucaqlar qonşu bucaqlar hesab olunur. Və bunları baxın işarə eləyək. Bu alfa bucağı olsun, bu da beta bucağı olsun. Artıq burada qonşu bucaqların cəmi mütləq 180 dərəcə olmalıdır. Qonşu bucaqların cəmi 180 dərəcə olur. Bir də qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcə olur. Baxın. Tən bölənləri arasındakı bucaq 90 dərəcə etmiş olur. Bunu da bu formada işarə etdik. Bir də qonşu bucaqlarla bağlı bir test var. Onun izahına baxaq. Dim test toplusundan olan bir testdir. Və burada deyirlər qonşu bucaqların fərqi 40 dərəcədir. Böyük bucağı tapın. Belə edək. Qonşu bucaqların biz bilirik ki, cəmi 180 dərəcədir. Yazırıq alfa plus beta bərabərdir 180 dərəcə. Və fərqi də ki, alfa çıxılsın beta bərabərdir 40 dərəcə veriblər. Bunları tərəf-tərəfə toplayarıq. Tərəf-tərəfə toplayanda adi sistemdir də, yəni təngkar sistemdir. Tərəf-tərəfə toplayıb taparıq. Alınır burada 2 alfa. Betalar bir-birini aparır. Bərabərdir 220 dərəcə. Buradan da alfanı tapmaq üçün 220 dərəcəni 2-yə bölürük. 110 dərəcə alınır. Elə burada böyük bucaq 110 dərəcə olacaq. Balaca bucağı soruşsaydı, o da qonşu bucaqların cəmi 180 olduğundan o da 70 dərəcə etmiş olardı. İndi isə qarşılıqlı bucaqlar haqqında danışaq. Deməli, birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarımdüz xəttləri olan iki bucağa qarşılıqlı bucaqlar deyilir. Və necə işarə olunur? Baxın, bu formada göstərilir. Baxın, bunlar artıq tutaq ki, deyək ki, bu alfadırsa, bu betadırsa, bu gamma, bu da fi bucağı olsun. Artıq burada qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Yəni ki, alfa bərabərdir, beta olur, gamma bərabərdir, fi olur. Mütləq nə olur? Qarşılıqlı bucaqlar bir-birinə bərabər olmuş olur. Bir də qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq, baxın, məsələn, bu bunun tən böləni olsun. Bu formada. Bu da bunun tən böləni olsun. Baxın, bu formada. Artıq qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcə etmiş olur. Yadda saxlayın. Bir də qarşılıqlı bucaqlarla bağlı dim test toplusunda olan belə bir testin izahına baxaq. Deyir, qarşılıqlı bucaqların cəmi 100 dərəcə olarsa, bu bucaqları tapın. Onda belə edək də, qarşılıqlı bucaqlar biz bilirik ki, bir-birinə bərabər olur da. Biri cəm 100 dərəcədirsə, onda hər ikisinə 50 düşər də. 100 bölü 2 bərabərdir 50 düşmüş olur. D variantı elədir. Yəni, bərabər olmalıdır onlar bir-birinə. Belə də yaza bilərik. Alfa bərabərdir beta bərabərdir 100 bölü 2 50 dərəcə. Şifahi bir sualdır əslində, amma yazılı formada da göstərmiş olduq. Növbət danışaq paralel və perpendikulyar düz xəttlər haqqında. Deməli, paralel düz xəttlər nə deməkdir? Müstəvi üzərində kəsişməyən iki düz xəttə paralel düz xəttlər deyilir. Və paralel düz xəttləri, baxın, bu formada göstərə bilərik. İki dənə düz xətt bu formada. Bu olsun A düz xətti, bu da olsun B düz xətti. Və düz xətt bilirsiniz ki, hər iki tərəfə sonsuz uzana bilir. Burada nöqtələri də yaza bilərik bu formada. Və paralellik necə işarə olunur? A paraleldir B. Baxın, bu formada işarə olunur. Bir də perpendikulyar düz xəttlər var. Perpendikulyar düz xəttlər artıq baxın necə göstərilir. Bu formada, məsələn, bu A düz xətti, bu da B düz xətti olsun. Burada artıq görürsünüz perpendikulyarlıq var və A ilə B-nin perpendikulyarlığı baxın necə işarə olunur. A perpendikulyardır B. Baxın, bu formada işarə olunur. İki düz xətt arasındakı bucaq 90 dərəcədirsə, deməli onlar perpendikulyardır. İndi isə danışaq iki paralel düz xəttin üçüncü düz xəttlə kəsişməsindən alınan bucaqlar haqqında. İndi biz bilirik ki, iki paralel düz xətt üçüncü düz xəttlə kəsişəndə daxili bir tərəfli, xarici bir tərəfli, daxili çarpaz, xarici çarpaz və uyğun bucaqlar yaranır. Əvvəl daxili bir tərəfli bucaqlar haqqında danışaq. Daxili bir tərəfli o deməkdir ki, bu iki paralel düz xəttin daxilində yerləşsin və kəsən düz xəttin eyni bir tərəfində yerləşsin. Məsələn, baxın burada fi ilə x bucağı,
Qamma ilə Y bucağı daxili bir tərəfli bucaqlardır. Və daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olur. Yəni yazaq burada Fi plus X bərabərdir 180 dərəcə. Qamma plus Y bərabərdir 180 dərəcə. İndi xarici bir tərəfli bucaqlar isə o deməkdir ki, artıq yenə bu paralel düz xətlərin artıq xaricində yerləşsin. Kəsən düz xəttin də eyni bir tərəfində olsun. Məsələn, baxın burada alfa ilə N, beta ilə isə M nədir? Xarici bir tərəfli bucaqlardır. Yenə bunların da cəmi 180 dərəcə olur. Yazaq alfa plus N bərabərdir 180 dərəcə və yazaq ki, beta plus M bərabərdir 180 dərəcə. İndi danışaq daxili çarpaz bucaqlar haqqında. Daxili çarpaz o deməkdir ki, iki paralel düz xəttin daxilində yerləşsin və çarpaz formada olsunlar. Baxın. Məsələn, bunlar daxili çarpaz bucaqlardır. Deməli, fi ilə bunları qaytarım. Deməli, yazıram ki, burada fi, bir də yadda saxlayın ki, daxili çarpaz bucaqlar bir-birinə bərabər olurlar. Yazırıq ki, fi bərabərdir Y. Bunlar bir-biri ilə çarpazdır. X də bərabərdir qamma. Bunlar da bir-biri ilə çarpaz bucaqlardılar, daxili çarpaz. Xarici çarpaz bucaqlar var. Xarici çarpaz bucaqlarda yenə artıq bu iki paralel düz xəttin xaricində olmalıdır və bir-biri ilə çarpaz formada olmalıdırlar. Baxın. Alfa ilə M, N ilə beta xarici çarpaz bucaqlardır. Burada da qeyd edirəm. Alfa bərabərdir M. Yenə xarici çarpaz bucaqlarda bir-birinə bərabərdir. Beta da bərabərdir N formasında yazıram. Bir də var uyğun bucaqlar. Uyğun bucaqlar artıq nə formada olur? Baxın, bu iki paralel düz xəttin hər ikisi yuxarısı və yuxarı tərəfində olmalıdır, üst tərəfində. Və eyni, bu kəsənin eyni tərəfində olmalıdır. Baxın, məsələn, X ilə alfa uyğun bucaqlardır. Hər ikisi üst tərəfdədir və eyni tərəfdədir. Sonra beta ilə qamma yenə uyğun bucaqlardır. Sonra indi hər ikisi düz xətlərin altında və kəsənin eyni tərəfində olmalıdır. Paralel düz xətlərin altında, kəsənin eyni tərəfində. Baxın, fi ilə N uyğun bucaqlardır. Qamma ilə də M uyğun bucaqlardır. İndi burada qeyd edək. Və uyğun bucaqlar bir-birinə bərabər olur. Alfa bərabərdir X. Yazırıq ki, burada beta bərabərdir Y. Sonra fi bərabərdir N və qamma bərabərdir M. Bunlar uyğun bucaqlardırlar. İndi isə uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar haqqında danışaq. Ümumiyyətlə, uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar eyni adlı olduqda bir-birinə bərabər olurlar. Müxtəlif adlı olduqda isə cəmləri 180 dərəcə olur. Əvvəl eyni adlı bucaqlar haqqında danışaq. Məsələn, eyni adlı bucaq nə formada ola bilər? Tutaq ki, belə bir, bu belə olsun, bu da bu formada. Bir də məsələn, baxın, bu formada, bir də bu formada olmuş olsun. Məsələn, buna yazaq ki, A, A1 formasında, buna da B, B1 formasına yazaq. Baxın, burada A paraleldir A1-ə və B paraleldir B1-ə yazaq. Birinə alfa, birinə beta yazsaq, baxın, bunlar uyğun tərəflər paralel və eyni adlı bucaqlardır. Alfa bərabərdir beta. Hər ikisi fikir versəz nə oldu burada? İti bucaqlar oldu. Bir də məsələn, kör bucaq formasında ola bilər. Baxın. Biri bu formada. Bir də məsələn olsun. Formada. Yenə bunları bu formada adlandırıram. A1 və B, B1 olsun. Yenə burada A1-ə paraleldir, B, B1-ə paraleldir. Və biri alfa, biri beta olanda, baxın, hər ikisi artıq kör bucaqlardır. Və bunlar eyni adlı olduqları üçün yenə alfa, betaya bərabər olmuş olur. Bir də bu eyni adlı bucaqlarla bağlı belə bir test var. Dim test toplusundan götürülmüş testi. Bunun da izahına baxaq.
Deyir D1 D2-yə paraleldir, D3 D4-ə paraleldir və ABC 30 dərəcə olarsa alfa plus beta cəmini tapın. Baxın indi burada. Əgər bu 30 dərəcədirsə, baxın paralellik var, kəsən var. Onda burada baxın uyğun bucaqlar yaranır. Onda bu alfada 30 dərəcə eləmiş olur. Uyğun bucaqlara əsasən. Onda indi baxın burada. Bu 30 dərəcədirsə, yenə uyğun tərəflər paralel olduqları üçün burada artıq alfa ilə beta görürsünüz ki, hər ikisi iti bucaqdır, eyni adlı bucaqlar olur. Deməli, alfa betaya bərabər olmalıdır və hər ikisi 30 dərəcə eləmiş olur. Və bizdən bunların nəyini istəyirdi? Cəmlərini istəyirdisə, alfa plus beta bərabərdir 30 plus 30, o da alınır 60 dərəcə. Yəni, C variantı eləmiş oldu. Növbəti baxaq müxtəlif adlı bucaqlar. Müxtəlif adlı bucaqlar isə biri iti bucaq olanda o biri kör bucaq olur. Artıq onların cəmi 180 dərəcə olur. Məsələn, bununla bağlı belə bir uyğun tərəfləri paralel olan müxtəlif adlı bucağa aid bir şəkil quraq. Bu belə. Bu da baxın belə olsun. İndi belə eləyək. Məsələn, buna bir A1, buna da A2 yazıram. Buna B1, buna da B2 yazıram. Baxın burada indi A1 paraleldir A2-yə, B1 də paraleldir B2-yə. İndi buna bir alfa, buna da bir beta desək, artıq burada uyğun tərəflər paraleldir və müxtəlif adlı olduqları üçün alfa plus beta bərabərdir. Bir dəqiqə, alfa plus beta bərabərdir 180 dərəcəyə yazarıq. Və yaxud da uyğun tərəfləri perpendikulyar olub, yenə müxtəlif adlı olana aid də bir. Bunu silirəm, bunun yerinə bir şəkil göstərim sizə. Baxın, belə ola bilər. Bu belə. Bir də uyğun tərəflər perpendikulyar olan. Bu bundan baxın, perpendikulyar. Belə olsun, bu da belə. Baxın, uyğun tərəflər perpendikulyardır. Formada. Və baxırsınız ki, müxtəlif adlıdır. Məsələn, bu alfadırsa, bu da beta olsun. Artıq burada alfa plus beta bərabərdir 180 dərəcə olar. Müxtəlif adlı bucaqlarla bağlı belə bir testin izahına baxaq. Deyir, uyğun tərəfləri paralel olan bucaqlar 1/8 nisbətindədir. Böyük bucağı tapın. Uyğun tərəflər paraleldir və nisbət 1/8-dirsə, deməli artıq baxırsınız müxtəlif nisbətlərdə. Deməli bunlar müxtəlif adlıdır. Və cəm 180 dərəcə olmalıdır. Onu da yazırsınız. 1x toplansın 8x bərabərdir 180. Nisbətdirsə artıq bu formada 1x 8x formasında adlandırırsınız. Ondan sonra alınır 9x bərabərdir 180. X də bərabərdir 20 dərəcə alınmış oldu. X 20-dir, o 1x olan 20-dir. Bir də 8x var. 8x tapmaq üçün də 8-i 20-yə vurarıq. Bu da alınar ki 160 dərəcə. Deməli, böyük bucağı istəyirdi. Y variantı 160 dərəcə. İndi danışaq, bəzi düsturlar var onlar haqqında. Birinci şəkil baxırsınız. Yıxıdılmış M hərfinə oxşuyur fikir versəz. Burada artıq qayda belə olur ki, alfa plus beta bərabərdir x olmuş olur. Yəni ki, alfa bucağı ilə beta bucağının cəmi x bucağını vermiş olur. Sonra baxın, ikinci şəkil ziqzaq formalı bir şəkildir. Artıq burada baxın, daxildə olanların cəmi bərabər olur xaricdə olanların cəminə. Yəni, alfa plus beta plus gamma bərabərdir x plus y olmuş olur. Növbəti baxaq, üçüncü olaraq belə bir şəkil var. Bu şəkildə artıq elə bir ki, təyyarəyə oxşuyur. Təyyarə formasındadır sanki. Artıq təyyarənin, belə deyək də, burnunda olan bucaq, təyyarənin qollarında olan bucaqların, qolların altında olan bucaqların cəminə bərabər olmuş olur. Yəni, yazırıq ki, x bərabərdə olur alfa plus beta. Növbəti baxaq, bu dördüncü şəkil. Dördüncü şəkildə artıq bu qələm formalı bir şəkildir fikir versəz. Burada artıq bu daxildə olan bütün bucaqların cəmi 360 dərəcə olmuş olur. Onda yazırıq ki, burada alfa plus beta plus x bərabərdir 180 dərəcə. Növbəti baxın, 5-ci şəkil kökalma formalı bir şəkildir. Artıq burada deməli
belə olur ki, x bərabərdir alfa plus beta çıxılsın 180 dərəcə düsturu vasitəsilə tapılır. Növbəti baxaq. Baxın, 6-cı şəkil fikir versəz, qartalın dimdiyinə oxşuyur sanki. Qartalın dimdiyi formasında olan bir şəkildir. Burada artıq x bərabər olur alfa çıxılsın beta. Elə bil ki, bu formada tapmış oluruq x-i. 7-ci şəkildə isə artıq x bərabər olur alfa ilə betanın cəminin yarısına. Həmin o şəkilli qaydalarla bağlı belə bir testin izahına baxaq. Deyir, bucaq A bərabərdir 110 dərəcə, bucaq C bərabərdir 140 dərəcə olarsa, bucaq B-ni tapın. D1 də deyir ki, paraleldir şərti mütləq ödənməlidir əlbəttə ki. İndi burada x bərabər olur həmin qaydaya əsasən. Bax, burada olanların cəmindən çıxırıq 180-i 110, toplansın 140, çıxılsın 180 dərəcə. Buradan da alırıq ki, 110-u da 140 elədi 250 dərəcə, çıxılsın 180 dərəcə. Və bu da bərabərdir. 250 çıx 180 də almış oluruq ki, burada 70 dərəcə. Bu da D variantı eləmiş oldu. Növbəti bu testin izahına baxırıq. Deyirlər ki, AK paraleldir CL və bucaq B bərabərdir 132 dərəcə olarsa, bucaq BCL-i, yəni baxın, buradakı bucağı tapmağımızı istəyirlər. İndi baxın, bu təyyarə formalı bir şəkil olduğundan 8x plus 4x bizə 132-ni verməlidir. Onda buradan alırıq 12x bərabərdir 132 dərəcə. X-i tapmaq üçün də 132-ni 12-yə bölürsən 11 dərəcə alınmış oldu. İndi baxın, burada 4x 4 vurulsun 11 44 dərəcə alınır və bizdən istədikləri BCL bucağı da bu 44 dərəcəli bucağın qonşu bucağı olduğu üçün bucaq BCL-i tapmaq üçün 180-dən çıxırıq 44 dərəcəni. Bu da alınır 136 dərəcə, yəni A variantı. İndi isə baxırıq 14 nömrəli testin izahına. Burada deyir ki, A paraleldir B olarsa x-i tapın. Artıq burada x bərabər olur 35 ilə 25-in cəminə. Bu da bərabərdir 60 dərəcə alınmış olur, yəni A variantı. Növbəti 15 nömrəli testdə də baxın, bu elə bil ki, bayaq demişdim, qartalın dimdiyinə oxşuyur. Amma onu tərsinə qoyublar. Bu zaman neyniri? X bərabər də olur 140 çıxılsın 70 dərəcə. Bu da elə 70 dərəcə alınmış olur, yəni Y variantı. Növbəti belə bir test var burada. AB paraleldir YF olarsa, bucaq BAC-ni tapın deyir. BAC, baxın, buradakı bucaqdır, bunu tapmaq lazımdır. Bu elə bir ki, qələm formalı şəkil demişdim, ona oxşuyur. Amma baxın, bizə burada 40 veriblər. Onda biz buradan ona qonşu olan bu daxildəki bucağı tapa bilərik ki, 180 çıxılsın 40, o da 140 alınmış olur. Bu da 140 alındı. Buna da bir alfa desə, indi baxın, hər üçünün cəmi daxildə olan alfa plus 140 plus 160-ın cəmi olacaq ki, 360 dərəcə. Alfa toplansın burada, 140, o da 160 elədi 300. Bərabərdir 360. Alfanı tapmaq üçün 360-dan 300-ü çıxırsan 60 dərəcə alındı, D variantı. Növbəti bu testin izahına baxaq. Bu testdə çox şagirdin saxladığı, yaza bilmədiyi suallardan biridir. Deyir, bucaq AOB çıxılsın AOC 28 dərəcədir. AOB çıxılsın BOC 41 dərəcə olarsa, bucaq AOC-nin dərəcə ölçüsünü tapın. Gəlin belə eləyək. AOB-yə bir x deyək, BOC-yə bir y deyək, AOC-yə də bir z deyək. Onu da gətirib burada yerinə qoysaq, bunun yerinə x, AOC z-idir. Deməli, yenə x çıxılsın, BOC də y-dir. Yazaq ki, x çıx z bərabərdir 28 dərəcə və x çıxılsın y bərabərdir 41 dərəcə. İndi baxırsınız ki, x, y və z açıq bucaq əməl gətirdikləri üçün x plus y plus z bərabərdir 360 dərəcə olmalıdır. Onda biz belə bir şey edərik burada. Hamısını bir dəyişən kimi göstərmək üçün z-in yerinə x çıxılsın 28 yazarıq. Y-in də yerinə x çıxılsın 41 dərəcə yazarıq. Və gətirib burada yerinə qoyarıq. Onda belə alınır ki, burada aşağıdan yazıram, biraz böyük yazaq. Deməli, x toplansın
X çıxılsın 41, toplansın. Z-in də yerinə x çıxı 28 yazıram. Bərabərdir 360. Buradan da x alındı 3x. Çıx 41 çıx 28 var. Bu da eləmiş olur. Çıxılsın 69 bərabərdir 360. 3x bərabərdir. 69-u o tərəfə atanda 360 ilə 69-u toplayarıq. Bu da bərabərdir alınır ki 9, 6, 6, 12, 429 alınır. X-i tapmaq üçün də 429-u 3-ə bölməliyik. Bu da bərabərdir. 429-u da 3-ə bölsək, bu da alınar 143 alınmış olar. İndi burada x 143 eləmiş oldusa, bizdən istəyirdilər AOC-ni tapaq. AOC də ki, z olduğundan, baxın, z-i tapmaq üçün burada x-dən çıxarıq 128-i. Yəni ki, 143-dən çıxarıq 28-i. Bu da 13-dən 8 çıxdı, qaldı burada. Nə qədər qalmış olur? 5. Deməli, 1 atmışdıq 3-ün yanına, alınmışdı 13. Burada 3 qalır. Yenə 3-dən də 2 çıxanda 1. 115 dərəcə alınmış oldu. Deməli, bucaq AOC 115 dərəcə olar. Cavabımız 115. Belə bir qaydamız da var ki, saatın saat və dəqiqə əqrəbləri arasındakı bucağı tapmaq üçün alfa bərabərdir. Modulda 11-dir. Çıxılsın 60s bölü 2 düsturu. Bir də yadda saxlayın, alfa 180 dərəcədən böyük alınsa, o zaman doğru cavab olaraq 360 çıx alfa götürülür. İndi belə bir test var bununla bağlı. Güvəndən götürdüyüm bir testi. Deyir ki, saat 12:12 olarsa, saat əqrəbləri ilə saat əqrəbi ilə daha doğrusu dəqiqə əqrəbi arasındakı bucağı tapın. Bu zaman alfa bərabərdir. Modulda 11D minus 60S bölü 2 düsturundan istifadə olunur. Buradan da alfa bərabərdir. Modulda 11D dəqiqə ilə burada baxın 12-ni bildirir. Saat da 12-ni bildirir. 11 vurulsun 12, çıxılsın 60 vurulsun 12, bölünsün 2 yazırıq. Bu da bərabərdir burada. 11-i 12-yə vursaq 132 alınır. Çıxılsın 60-ı da vursaq 12-yə 720. Bölünsün 2. İndi bunların fərqini tapsaq, $558 almış oluruq. Elə izahlı yazaq. Birbaşa 2-yə bölmürəm. İndi moduldan da əslində orada mənfi alınır, amma moduldan müsbət çıxır. 588-i bölürük 2-yə. Bu da alınır 294. Amma baxın, bu nə alındı? 294 180-dən böyük alındı. Bayaq qaydada nə demişdi? 180-dən böyük olsa 360-dan həmin o alfanı çıxmalıyıq. Onda 360 çıxılsın 294-ü doğru cavab olaraq götürməliyik. Bunlarda çıxsaq 66 dərəcə almış olur. Bu da B variantı eləmiş oldu. Və son olaraq belə bir qeydimiz var. 1 dərəcə 60 dəqiqə, 1 dəqiqə 60 saniyədir. Məsələn, biz 180 dərəcəni həm dərəcə, həm dəqiqə kimi yazmaq istəsək, biz bilirik ki, 1 dərəcə 60 dəqiqədir. 180 dərəcənin 1 dərəcəsini dəqiqə kimi yazsaq, bunu 179 dərəcə 60 dəqiqə kimi yazarıq. İndi həm dərəcə, həm dəqiqə, həm saniyə kimi yazmaq istəsək, biz bilirik ki, 1 dərəcə 60 saniyədir. 60 dəqiqənin 1 dərəcəsini saniyə kimi yazsaq, baxın belə yazarıq. 179 dərəcə 59 dəqiqə 60 saniyə. Bununla bağlı belə bir test var burada. Deyir 57 dərəcə 27 dəqiqə 12 saniyə bucağının qonşu bucağını tapın. Qonşu bucaqların cəmi bilir ki, 180 dərəcədir. Onun qonşusunu tapmaq üçün 180 dərəcədən verilən bu bucağı çıxmaq lazımdır. Amma birbaşa 180 dərəcənin özündən çıxa bilmirik. 180 dərəcənin dərəcə, dəqiqə və saniyə ilə ifadə olunmuş versiyasından çıxa bilərik. Onda yazaq 179 dərəcə 59 dəqiqə 60 saniyə. Çıxılsın 57 dərəcə 27 dəqiqə 12 saniyə. Çıxanda da adi formada alt-alta çıxırsınız. 10-dan 2 çıxdın 8, 5-dən 1 çıxdın 4.
9-dan 7 çıxdın 2, 5-dən 2 çıxdın 3 alındı və 9-dan 7 çıxdın 2 alındı, 7-dən 5 çıxdın 2, bir də 1 aşağı enir 122 dərəcə 32 dəqiqə 48 saniyə. D variantı eləmiş oldu. İzahımız bu qədər. Bu PDF-in ekran görüntüsünü alıb PDF edib Telegram kanalımızda paylaşaram. Telegram kanalın linkini açıqlama və yaxud da yorumlar hissəsində, şərhlərdə sabitləyərəm. Həmin o linkə daxil olub PDF-i əldə edə bilərsiniz.